İslanın məşhur zəlzələ silahından ilham aldığı iddia edilən harp layihəsi həqiqətən zəlzələ yaradır? Bu videoda sizə Amerika Birləşmiş Ştatlarının o qədər də gizli olmayan layihəsi harp haqqında məlumat veririk. Şayələrə görə bu obyektlərdə istehsal olunan enerji sayəsində süni zəlzələ, tsunami və iqlim dəyişikliyi kimi attraksiyonlar etmək olar. Amma bu mümkündürmü? İddialara görə ən qısa mənada harp layihəsi iqlim nəzarəti və süni zəlzələ silahı kimi istifadə edilə bilər. Əslində, ehtiyac yaranarsa, layihənin məqsədi raketləri havada məhv etmək, yerin tədqiqi və sualtı qayıqlarla əlaqəni asanlaşdırmaq və ya əksinə böyük bir ərazidə rabitəni tamamilə kəsməkdir. Çünki Amerikanın bəzi geofiziklərinin fikrincə, bu həm də iqlimi dəyişmək, azon təbəqəsi ilə oynamaq, süni zəlzələlər yaratmaq və şüalanmayan termonüvə partlayışları yaratmaq deməkdir. Bu layihənin adını Türkiyədə baş verən zəlzələdə də eşitdik. Bəziləri bu zəlzələnin Amerikanın bu layihəsi nəticəsində baş verdiyini iddia edirdilər. Amerikanın məqsədi öz təcrübəsini və tapıntılarını San Andreasdakı fay xəttində tətbiq etməkdir. Harp layihəsinin nə qədər doğru və ya yalan olduğu hələ də bir qismimizə müəmmalıdır.